Hələ bu videomu başlada bilməmişəm. Konserimdən də qəribə səslər gəlir. Bilmirəm, heç belə eləmirdi. Bugün video çəkməyimi gözləyirdi ki, qəribə səslər eləsin. Canon GX7 neysə, adı nədir deyəm, tələsdim. Çox şirindir. Adı yadımdan çıxdı. Mən gülləri çox sevirəm. Bu ildə güllərdən bolub. Belə qəşəng bir dənə buketim var. İçinə saxlayıram. Bu da var. Videonun adından göründüyü kimi bugün ad günü hədiyyələrimi açacağım. Dünən ad günümüydü. Düzdür, ad günümü vloglamamışam çünki həm vloglayan zaman ancaq vloga fokuslanıram. Başqa dünyaya düşürəm də, real dünyadan tamamilə ayrılıram, ancaq ona fokuslanıram. Belə olmasını istəmirdim deyə dünəni çox az bir-iki dənə video çəkmişəm, amma vloglamamışam. Düşündüm ki, bugün sizdən hədiyyələri açaram, səsim gedir. Niyə? Dünəni vloglamasam da Instagramda aktiv olmağa çalışırdım. Yəni, gah Instagramda aktiv oluram, gah YouTube'da aktiv oluram. Yəni, hələ o ikisi bir yerdə balansız tutuldura bilməmişəm. Amma çox maraqlı Reels'lər, video şəkillər falan çəkdirmişdim. Girib baxa bilərsiniz. Nəysə, çox danışdım. Gəlin ki, hədiyyələrə baxaq. Çünki çox maraqlı qəşəng hədiyyələrim var. Ürəyim partladı da, yəni bu anı gözləyənə qədər bir dənə gəlib çatsın, oturum çəkim. Çox maraqlıdır. Hamı kimi hədiyyələri açmağı mən də çox sevirəm. Nəysə, video. Gəlin birinci ən tez aldığım hədiyyədən başlayaq. Hər şəkil çəkdirməyi sevən qız kimi bu hədiyyə də mənim wishlistімdə var idi, amma neçə vaxtda alıb almamaq arasında gedib gəlirdim, fikirləşirdim, lazımdır, yoxsa lazım deyil. Yəni, nə bilim, sonda axırda aldırmaq qərarına gəldim. Mamam və papam mənə hamının çox təriflədiyi, çox sevdiyi Canon G7X Mark III nəysə adını deyənə qədər çoxdan da istəyirdim. Həqiqətən çoxdan da istəyirdim. Amma bilmirdim, aldırım, aldırmayım, lazımdır, yoxsa yox, buna ehtiyacım var. Fikirləşirəm ki, ehtiyacım var idi. Çox qəşəng çəkir. Doğrudan çox qəşəng çəkir. Bəlkə də müadilləri falan var. Nə bilim, Sony falan deyirlər və s. Yoxlamamışam, bilmirəm. Amma çox razıyam. Son bir aydır şəkillərimi bundan çəkirəm. Yəni, Instagramım reski glow up elədi də. Bəlkə də delusional olduğum üçün belə fikirləşirəm. Amma mən şəkillərimi qəşəng çəkir. Yerləşdirərəm bura. Çox xoşuma gəlir. Düzdür, ayarlarımla hələ də oynayıram biraz. Yəni, tam istədiyim şəkil tipini tapana qədər biraz araşdırdım ayarlarını necə eləyim. Çünki həddən çox ayarları var. Bəzən qızlar yazıb ayarları falan soruşur ki, hansı ayarlarla falan çəkmişsiniz. Yəni, inanırsınız, hər şəkli bir ayarla çəkmişəm. Çünki hələ eksperiment edirəm, baxıram görüm harda daha belə sarı fason düşür, harda daha ağ düşürəm və s. Nəysə, birinci hədiyyəm buydu. Mamamla babamı buradan çox-çoxlu öpürəm, çox sağ olsunlar mənə yox demədikləri üçün. Bunu qoyuruq. Keçirik başqa hədiyyələrə. Qızlardan belə çoxlu hədiyyələrim var. Bir neçəsi əlimə yerləşmədi deyə stoldadır. Gəlin birinci hədiyyədən başlayaq. Birinci hədiyyəm Diordandır. Təxmin edirəm nə ola bilər. Çünki bilirəm ki, qızlar mənim bütün vloglarıma baxırlar və keçən Bodrum vlogumda qeyd eləmişdim ki, Dior paletim pis gündədir. Yəni, ondan sonra bir partiyada qırıldı, feci durumdadır. Dior'un ən sevdiyim paleti, yəni bunu istifadə eləmədiyim bir gün belə olmayıb da, çox sevirəm. Amma yəni mənimki qırılıb, pis gündədir. O da mənim məsuliyyətsizliyim üstünə olmuşdu. Nəysə, qəşəngdir. Bu yeni packagingdir. Məndəki köhnə idi. 3 il falan istifadə elədim onu. Hələ də qalır. Səliqəli, yəni başıma olaylar gəlməsəydi, onu bəlkə də daha çox istifadə edərdim. Çox şirindir, çox qəşəngdir. Çox qəşəngdir. Heyfim gələcəyi bunu istifadə etmək, üstündəki yazıları. Məmkin yəni o dərəcədədir ki, dibi görsənirdi. Ona görə çox şirindir, çox sağ olun. Bu yadımda deyil, kimləndir? Görüm, içində dəqiqə vardı mı? İçində not yoxdur. Bu kimləndirsə, buradan çox-çoxlu öpürəm, amma gəlin xahiş edirəm not qoysun, çünki bilmirəm kimləndir. Keçək. İkinci hədiyyə bilirəm kimləndir, Aydandandır. Həmişə kimi çox əziyyət çəkib və çox qəşəng şeylər var burada, gəlin baxaq. Çoxdandır baby pink blush istəyirdim. Yəni belə çəhrayı yox, soft rənglərdə istəyirdim. Mənə Patrick Ta'nın belə krem toz ənlik duo paletini alıb. Çoxdandır bundan görürdüm. Əlim gəlmirdi almağa. Oh, that's so cool. Oyda rəngi çox qəşəngdir. Bundan çox böyük expectationlarım var. Ümid edirəm ki, gözləntilərimi qarşılayar. Daha sonra, bu məhsul wishlistімdə var idi. Charlotte Tilbury'nin Flawless
Adı yadımdan çıxdı. Charlotte Tilbury'nin fluidini istəyirdim. Fluid nədir? Yəni, inşallah adını düz deyirəm. Tam örtücü deyil, yüngül qalır da. Yüngül teksturalı, üzün tonunu bərabərləşdirəcək bir məhsuldur. Çoxdan da bunu istəyirdim. Fair rəngi, yəqin ki, bu mənə olarkən açaq baxaq. Çox qəşəngdir. Bayılıram make-up almağa, make-up şeyləri açmağa. Mənə həyata bağlayır. Reconnected with nature oluram. Nəysə. Bu ikinci. Və üçüncü, Natasha Denona'nın, yəqin ki, görmüşsünüz. TikTok'da bir ara çox məşhur idi. Concealeri var. Belə. Əvvəllər kart istifadə edirdim. Kartı heç bəyənmədim. Hamı çox tərifləyir, amma mənim üzümə düşmədi. Daha sonra bir müddət Kiko'dan istifadə elədim. İndi son zamanlar MAC'ın concealerini istifadə edirəm. Ondan razıyam. Aydana da ad günündə ondan almışdım ki, yoxlasın. Və bu mənə çox maraqlıdır. Görsəm bu necə olacaq? Çünki çox tərifləyirlər TikTok'da. Daha sonra bizim aksesuarımız var. Bu ilə adını keçirtmək istəmirdim. Son anda qərar verdim ki, bəlkə qızlarla yığışaq. Həm maraqlı olur, həm də çoxdan da bəzi qızlarımızı görmürdük. Dedik, yığışaq maraqlı olsun. Mən də güya eləmirdim. Eləməyə dekor, nə bilim, stol üstü dekorları falan gedib tapmışam, almışam, düzəltmişəm. Paltar falan getdim, seçdim. Nəysə də bu elə güya mənim hazırlaşmamış halımdır. Aydan mənə çox kömək elədi bu ad günümü hazırlamaqda. Ümumiyyətlə, o qədər məni special hiss elətdirdi bu ad günümdə. Amma buradan çox-çox kalp. Nəysə, duygusal anları keçək. Belə şirin bir üzük. Üzükləri sevirəm. Oy. Çox sağ ol Aydan. Aydan padarkalar qutardık. Yəni bunları yığaq. İçi biz padarkalara. Daha sonra burada belə Adore paketimiz var. Mənə maraqlıdır bunun içində nə var? Aa! Ups. Kremdir bu. Yox. Aha, krem. Bu tonerdir, yoxsa kremdir, gəlin baxaq. Onu da çoxdan da görürdüm. Deyirlər ki, Doktor Altayanın bir neçə növü var. Mən düzdür, hələ başım çıxmır bunlarla, araşdırmamışam çox. Böyle maraqlıdır, bu necə açılır? Düz demişəm, mistir bu, krem deyil. İyisi yoxdur. Nemləndirici mistir. Mən bir müddət Glow Recept'ini istifadə edirdim. Bu yaxınlarda demək olar ki, hamısını bitirdim. Bu kakraz yeni məhsuldur, bunu yoxlamaq istəyirəm. Bəli, ikinci hədiyyəmiz də var. Bunu məndən soruşmuşlar, bunu bilirdim. Çoxdan da Guerlain'in bu varı, güzgülü lipstiki. Ondan bilirdilər ki, istəyirəm. Belə daşlı olan qabdandır. Yəqin ki, üstündə elə çəkilmişsə elədir. I guess gözlədiyimdən çox-çox qəşəngdir. Gəlin bunu açaq. Belə çox şirin güzgüsü də var. Bunu görmüşəm ki, içine ad falan da yazılar, gəlib yazdıracağım. Hər şeydə gərək adım olsun. Arada şir bürcü olmağım özünü belə şeylərdə göstərir. İndi gəlin bunun ikinci hissəsini də hardasa buralarda da unboxing eləyək, bir yerdə bu göstərmişəm. Bu öz paketindədir. Gəlin bir yer açaq. Bunun içində başqa bir hədiyyə də var. Belə üzüyümüz var. Bir tık böyükdür əlimə, amma qəşəngdir. Ayın bir nömrəsi. Və açanda da belə güzgü açılır. Burada özündən getmiş lip kombom var. Onun üstünə gəlin eləyək. Rəngi öz istifadə etdiyim rənglərə çox oxşur deyə çox xoşuma gəldi. Qızlar sizi buradan çox-çox öpürəm. Daha sonra belə bir hədiyyəmiz var. Bunu üstdən gördüm. Öldüm, bayıldım. Çünki bunu çoxdan da istəyirdim. Çoxdan da Yves Saint Laurent'ın bronzerını istəyirdim. Amma 04 rəngini tapa bilmirdim heç harda. Heç 03 də yox idi. Ancaq 02 ilə 01 qalmışdı. Testerlərə baxanda 01 ilə 02 mənə elə bil çox açıq gəldi. İnşallah 04 çox da şey deyil. Tünd olmaz mənə. Çünki mən özüm ağ bəniz insanım. Çoxlu şirniyyatlarımız var. Bunları yiyəcəm. Çox acam indi. Bəlkə bir 2 saata yaxında bu videonu çəkdirəm. Amma şirin yesəm pis olacam. Çox sağ olun. Bunu da kim hədiyyə eləyibsə ona buradan öpürəm. Çoxdan da istəyirdim. 04'ü harda tapıbsa malacaq. Yeni aksesuarlarımız var. Bu belə qolbaqdır. Çox şirindir. Belə qolbaqdır. Bunu kim hədiyyə eləyibsə onu buradan çox-çox öpürəm. Bir dənə aksesuarımız var. Gəlin bunu da açaq. Belə yarpaqlarda. Çox şirindir. Bu tam oldu əlimə.
Çox sağ olun. Bunu da kim alıbsa, onu da öpürəm. Belə çox şirin çantadır. Kimdənsə çox sağ olsun. Daha sonra belə bir qutumuz. Deməli, burada var shower gel, scrub. Scrub sevirəm. Və body lotion. Bu yadımdadır, bu Leyla'dandır. Neysə yadımda qalıb. Səhv demiş ola da bilərəm. Yazıb soruşacağım. Kimdirsə çox sağ olsun. Onu da buradan çox öpürəm. Deyəsən hədiyyələrimiz bu qədər. Qızlar çox əziyyət çəkiblər. Hədiyyələrin bir-birindən gözəldir. Eləcə də dünən çox gözəl iştirak elədilər. Ona görə sizə buradan çox təşəkkürümü bildirirəm. Eləcə də dünən məni təbrik eləyən, videolarıma dəstək olan, komment yazan hər kəs sağ olsun. Məni dünən çox special hiss elətdirdiniz. Videonu sona qədər izlədiyiniz üçün sizi buradan çox öpürəm. Bye!